Ya Allah. Salam aleykum. Salam aleyküm Qəzər. Nətərsən qardaş? Allah köməyin olsun. Bismillah. İnşallah Allah'ın izniyle halal təmiz kəsimdən heyvanların kəsim yerimiz açıldı. Yəni orada kəsilik. Üzü gündəyə inşallah. Bu da yoğun yerimizdir. Allah izin sağlıq bura inşallah ki. İstədiyimiz torbalarımızı. Və atırıq bura aparata. Aparat yəni özü təmizləyir, tərtəmiz şəkildə. Burada kəsənən saat təmizlənir, təmizlənir, müştərilərə çatdırılır. Yəni kim buyursun, yolu istəyənlər gəlsinlər, inşallah heyvanları kəsib gedə bilərlər. Tərtəmiz, gözəl şəkildə. İndi birinci gün indi başlayıraq. Bütün paltarlarımız, hər şeyimiz yəni yerində. Xalatlarımız, papağımızdan nəfərlər. Higiyenik qaydalara riayət olunacaq. Hər şeydə qayda qaydasında səliqəli, təmiz, baş göstərir. Aristorumuz, isti soyuq suyumuz, burada akil, havalandırmamız var. Yəni hər bir şey nəfər lazım bu qaydasında öz yerindədir. İnşallah ki, bax, bismillah. Burada da aparatımızdır. Yaxınlaşarsınız. Bir dənəsini göstərək Allahın izni ilə. Aparatda işləyib çıxan kimi burada da artıq qalan yüngültüklər orada təmizlənir. Belə gördüyünüz kimi tərtəmiz. Aparat şəkildə tərtəmiz şəkildə müştəriyə təhvil verilir. Özüm göstərirəm. Yəni işçilərimiz İşçi olacaq, bu nümunə üçündür, bəli. Bu nümunə üçündür yəni. Mən göstərdim, yəni işçilərimiz özləri. Hələ tam fəaliyyətə başlamayıb, inşallah bazar günü tam aktiv fəaliyyətdə olacaq Allahın izni ilə. Buyurun bilərsiniz. Kimlər istəyir gətir burada qaz, hündüşqa, ördək, hər bir şey. Bütün heyvanlar təmizlənib sizə təmiz şəkildə verilə bilir. Sən bəlkə nömrəli deyəsən istəyənlər əlaqə saxlasın, məsələn başqa vaxtda da kimsə nəsə gətirib 10 dənə heyvan gətirmək istəyir. Problem yoxdur qardaşım, nömrəmiz də ki, buradadır. Nömrəmizi də göstərə bilərsən, yəni nömrəmiz qardaşım ki, buradadır. Buyur. Yəni özlərində də heyvanlar olur, yəni belə deyib, toyuq, qaz, ördək olurdu. Yəni istəsəz əlaqə saxlayıb belə kəsdirib gözlərə də bilərlər. Gördüyünüz kimi həmən sahibidir, dekorativ quşlar satışı ilə məşğul olan. Yəni yenə də fəaliyyətdə, yəni dekorativ quşlarınız istəyən olsa, yenə də o da varımızdır inşallah. Sən bir dənə sual verim Sami sən. Bax məsəl üçün də bir dənə adam zəng elədi sənə ki, qardaş mənə 5 dənə çolpat kəs göndər. Təmizlə göndər. Eləmək olar da inşallah ki. Olar, amma ki, yəni çatdırma ödənişlidə, yəni çatdırma özü öyle deyəcək, əlbəttə ki. Bəli, problem yoxdur. Zəng eləsin, desin mənə bundan lazımdır, o lazımdır, bu lazımdır. Kəsirik, təmizləyirik, inşallah. Məsələn qırqovul lazım məsəl üçün belə deyək. İstədilər, yəni göndəririk, inşallah kart üsulunu. Ödənişli eləyirlər kartda, problem yoxdur. Taksin ödənişini eləyirlər, göndərik getir. Xeyirli olsun inşallah. Allah'ın izniyle gözəl müştərilər. Sağ ol qardaşım, çox sağ ol, var ol. Heyvanlarınızı alabilirsiniz. Ben buradan göstərim sizlərə. Mənim özüm də burada almışam. Bayaqçı təmizlənən heyvanlar mənim özüm üçün aldığım çolpalardır. Yəni burada dayımız da elə bu dəqiqə aldı, verdi içəriyə. Burada təmizlənəcək Allah'ın izniyle. Yəni burada alıb təmizlətdirib rahat şəkildə aparıb evdə istifadə edə bilirsiniz. İnşallah indi heyvanlar yenə təmiz olandan sonra toyuqlarımız, çolpalarımız onları sizə göstərəcəm Allah'ın izniyle. 070 Basimli dayının 070 nömrəsini deyir. 307 77 68. 77 68 var. Bu dəqiqə çolpaları biz buradan aldıq. İndi dayımız alıbdı. İçəri təmizləyirlər. Yeni gəlib göstərəcəm sizlərə. Alıb buradan naxadı burada təmizlətdirib rahat şəkildə aparıb evdə yeyə bilərsiniz. Bax bildirsiniz. Ay isti. Bildirsinlər də var burada. Ördəklər də var. Ördəklər neçədir? Ördəklər 1 manat 50. 1 manat 50 qəpiyə. Düzələr? Baladır. 80 qəpiyə. Çolpalarımız da Soğupamız 7 manat. 7 manat, 8 manat. 8 manat. 8 manat. Ucuz və keyfiyyətli. Ördəklərimiz neçədir? Ördəklər var 13 manat. 13 manat ördəklər. 2 kilo olur. 2 kilo ördəklərdir. Soğuklar var 8 manat. 8 manata. Orizlar 15 manat. Orizlar 15 manata. Orizdan çəkili 3 kilo zadılar. 3 kilo değil. Sonra 6 manata. 6 manata çoxlar var yenə. Can sağlığı, Allah köməyiniz olsun. İstəyənlər olsa gəlib buradan əldə edə bilərlər Allah'ın izniyle. Bu toyuqlar neçədir bə? 13 manata bunlar. Bax hal-hazırda içəridə fəaliyyət gedir gördüyünüz kimi. Qardaşlar burada fəaliyyət edir. İndi təzə açılıbdır, amma başqa işçilər olacaq, xanımlar olacaq burada. Sami qardaş bizim çolpalar təmiz hazırdır. Bizim çolpalar demək olar ki hazırdır. İçi də təmizlənibdir, hamısı. Hər bir şey içində. Ciyarına qədər, ürəyinə qədər. Hər şey qoyulur. Çox gözəl, əla. Maşallah olsun. Təmiz şəkildə, giyenik qaydada sizlərə verilir.
Super Zamir, həqiqətən mükəmməldir inşallah. Allah köməyiniz olsun. Kim istəyir gəlsin. Bax, indi dayım biri bizlə yanaşdı, gəldi, kəstirdi, kəsim olur. Təmizlənib hazır şəkildə sizlərə verilir. 15 dəqiqə, uzaq 15 dəqiqə. Bəli, bəli.